Hamınıza salam dostlar. Mən Polad. Bugün sizinlə Age of Story 3-də elə bir ki Türkiyə serisi eləyəcəyik dostlar. Osmanlının qurmağa çalışacağıq. Modern dünya 2022-ci ildən başlayırıq dostlar. Deməli məqsədimiz Türkiyə olaraq Ali Osmanlını yenidən gücünə, öz əvvəlki qüdrətinə geri qaytarmaqdır dostlar. İnşallah bu serilərdə mənə dəstək verərsiniz. En az bir 10-15 like'dan sonra ikinci serisi de gələr inşallah Osmanlı'nın. Neyse biz yavaş yavaş başlayalım dostlar. Gördüğünüz gibi Türkiye Recep Tayyip Erdoğan önderliğinde sünnilik tabii ki de. Neyse. Kameramı buralar rahat görün. Deməli dostlar oyuna başlayanda bu zamanı veririk. Hızlaşdırırıq ki vaxt geçsin. 20k ordumuz var 20.000 yani. Düşmanlarımızı seçək. Irak, Mısır, Macar. Neyse. Bunlar bizim nazirlərimizdir. Vergi verimliliğini artıran naziri qoyuruq bura. Səviyyə 2 eləyirik. Bunu da səviyyəsini 2 eləyirik. Burada aylıq araşdırmanı mı eləyək? Mirasını araşdırma eləyək. O araşdırma bizə lazım olacaq. Ordu generalların saldırısını vereceğim dostlar. Bunu da doğrudan saldırıp planına koyacağım ordumuzun. Bəli dostlar, avantaj planlarından araştırmaya verim. Araştırmamız güclü olsa dostlar başa düşdünüz yani. Elə bir ki bu bizim dövlətin neyse başa sala bilmədim. Başkent yani başkenti yüksəltsək bizə nə verir? Maksimum araştırmanı artırır. 2 səviyyə elədik dostlar. Yüce Mahkemənin də 3-4 səviyyə elədik, max elədik. Əskəri Akademi bunu da 2 səviyyə eləyək. 39 dinar gəlirimiz var aylıq. Mövcud ormu qorub, menüsünün resimli. Neyse dostlar 20 kardımız var. Ermənistan tərəfə indidən alaq. İlk olaraq Ermənistan almaq lazım dostlar. Türk-Azərbaycan fərqi yoxdur. Azərbaycanla müttəfiqlik yanavarırıq. İlişkiləri gözəlləşdiririk ki müttəfiqliyimiz alsın. Rusiya ilə ilişkilərini araq ki bunlar bizə döyüş eləməsinlər. İranla müttəfiqlik alındı. Müttəfiqlik İranla. Ukrayna da ola bilər. Danışma, araşdırmanızlandır. Libya ilə gelişdir. Almanya güclü dövlət dostlar. Almanya ilə ilişkilərini gelişdirdik. Almanya başlayan kimi də biraz narıbdır. Sınırlarını genişləndirib dostlar. Neyse biz biraz ekonomimizi gücləndirək. Yəni fabrikalar tikək ki bu bizim ekonomimiz güclənsin. Baxaq bizim torpaqlarımızda nələr, hansı fabrikalar gedə bilər. Kağız var, tekstil var, cam işləri var. Kağız fabrikasından 2 dənə. Elektrik santralindən də 5-10 dənə eləyək ki ölkəmizdə elektrik olsun da dostlar. Sonra günlük kamp bunları da eləyək. Başqa nə var? Çay tarlası var. Hələ ki bunlar bəsdir. Gördüyünüz kimi 39 dinar aylıq gəlirdən 41'ə kimi dinardır. Hələ bunlar da biraz da çox ola bilər. Oyun özünü qayd eləsin. Yenə də deyirəm dostlar, like atmağı unutmayın, abunə olmağı da əlbəttə ki. Başkəndi 3 səviyyə eləyirik dostlar. Ordumuza da biraz piyade artırırıq. Tık tık. 20 kaydı da indi oldu 27. Biraz da mekanize piyade. Bu 27-32 ne demek bilirsiniz dostlar? 32.000 ordu yani. 33 uçaklarımız. Yani biri 1000 saydı. Recep Tayyip Erdoğan öldü yerine. Memiş. Neyse bu çok da yaxşı olmadı. Modern obus yani bu bizim kuşatmanı yani torpaq alanda biraz daha tezləşdirəcək dostlar. Hələ ki 45.000 ordu bəs eləyir dostlar bu Ermənistan almanı. Həqiqətən çox da eləyir. Bəli dostlar savaşa girdik. Ermənistana girdik və utduq onları. Tak Ermənistan aldıq dostlar. Bizim ilk səfərimizdir. Ermənistan alındı dostlar. İndi sıra biz Osmanlını qurmağa çalışırıq da dostlar. Deməli biz burada Osmanlını qurmağa çalışırıqsa bizə bu torpaqlar lazım olacaq dostlar.
Biz indi Romanya tərəfə getməliyik. Romaniyaya da savaş ilan eləyək dostlar. Edirneyə getsin bizim ordularımız. 45K ordular maşallahımız var. Bəli dostlar. Onsuz da elə belə də mənfi 40 ilişkimiz var. Yəni bu bizə savaş ilan eləməyə səbəb olur. İranı da çağıram. Bir də nəsə ola bilər də indi işdir. Getdik. Hoppa. Bunların olsun yedik. Beni bitirək şimdi. Bitirdi yollarını. Torpaqlarını işğal edirik dostlar. Tak. Yunan orduları da gəldi. Onları da məğlub elədik dostlar. Bu döyüşdən sonra onların da torpaqlarını ala biləcəyik. Gördüyünüz kimi dostlar 100% nənə Romaniyanı utduq. Yəni ikisindən torpaq ala bilirəm. Əlbəttə ki Yunanistandan torpaq alıram. Türkiyənin deyim, düşmanıdır da bu. Adalar əlbəttə ki adalar olmazsa olmazdı. Adalar Türkiyənin haqqıdır. Buradan Türk qardaşlarımıza da salam deyirəm. Neyse buranı belə aldıq. Romaniyadan da biraz alaq. Osmanlı qurmaq üçün torpaqlar bizə lazım olacaq. Görünür hələ ki bu boyda torpaqlar birik dostlar. Biraz da altın aldım və dövlətimizin son halı budur dostlar. İndi bizim burada din dönüşdürmə lazımdır. Eyalət dışı. Bunlar yəni olmasa yəni xalq üsyan eləyər yəni din dönüşdürmə olmasa. Yəni xristiandırlar da bunlar. Burada görevlər tamamlamışıq. Başqa da bir şey qalmayıb. Başkəndi yüksək 4 səviyyələ. Maksimum araşdırma 60'dır. Biz bunu belə eləyək, bunu belə eləyək. Deməli vergi verildirmə, tüccar konseyi bunları eləyək ki gəlirimiz artsın. Bir də bizə nə lazım bilirsiniz? Kütüphane. Kütüphane olmalıdır ki araşdırmamız daha da güclü olsun. Bizdən də az pul yesin. Nə başa düşürsünüz? 57 lukat gəlirimiz var dostlar. Yəni güclüyük. Bu fabrikalar da tikintisi başa versin. Rusiya ilə bir də müttəfiqlik olmadı dostlar. Bomba sığınağı araşdırması tamamladı dostlar. Ustalıq. Əs dostlar. Məndən hələ ki bu qədər. Gələn bölümdə inşallah Osmanlının bütün lazım olan ərazilərini alacağım. Osmanlının da ondan sonraki bölümə inşallah saxlayarıq. Məndən bu qədər. Video like atmağı unutmayın. Abunə olmağı da unutmayın. Görüşürüz.